Кара кыз ауылымға келгенде, күртілдеген қар ерге түскенде, домбырамды алармын, жүрек сазын шалармын, қайғырғанды еш айтпай. Домбырамды алармын, жүрек сазын шалармын, қайғырғанды еш айтпай. Əziz dostlar, dəyərli qonaqlar, Türk dünyasının qəlbi, Xəzərin incisi, Can Azərbaycanın başkəndi Baküdə Turan Bala Bilgi Akademiyasının təsis toplantısında hər kəsi sevgi ilə və sayğı ilə salamlayıram. Дорогие друзья, уважаемые гости, с любовью и уважением приветствую вас в солнечной Баку, в нашем прекрасном городе, в учредительном собрании Академии Туран Бала Билги. Вернее, сегодня у нас не солнечная погода, дождливая, но Азербайджан считается солнечным страной. Mən doçent doktor Elvin Əliyev, Hədəf Eğitim Kurumlarında Genel Müdür Yardımcısıyım. Являюсь заместителем генерального директора группы компании Hədəf. İcazənizlə nitqimə başlamadan öncə nacizanə şəkildə sizdən bir xahiş edim. Təklif edirəm ki, çıxışçılar öz nitqlərini aramla və sakit tərzdə təqdim etsin. Beləliklə, hər kəs rahat şəkildə tərcümana ehtiyac qalmadan bir-birini anlasın. Təklifim qəbul olmadı. 8 Ekim 2025 yıl tarihində Kazakistan'ın Almata şehrində bulunan Turan Üniversitesi'ndə gerçekleştirilen Turan Akademisi'nin ilk toplantısında Bakü'de Hədəf Lisesi bünyesinde Turan Bala Bilgi Akademiyası'nın kurulmasına karar verilmiştir. Turan Bala Bilgi Akademiyası'nı ortak Türk kültürü, tarihi, dili, bilimsel gənələklərin araşdırılması və tanıdılması, Türk dilli ölkələr və topluluklarda bilim, eğitim və inovasyonun gelişimine yönelik fəaliyyətlərinin yürütülməsi, ayrıca Türk halklarının öğrencileri arasında işbirliği ilə akademik və kültürel etkileşimin gücləndirilməsini amaçlayarak kurulmaktadır. 2018 yılında fəaliyyətə başlayan Hədəf Lisesi, Hədəf Şirkətlər Qrupu bünyəsində kurulmuştur. 2008 yılında bu yana eğitim alanında faaliyet gösteren, bünyesinde 1000'e yakın öğretmeni, özel okulları, yayın evlerini ve kurs merkezlerini barındıran Hədəf Şirkətlər Qrupu, öğrencileri başarı yolunda desteklemeyi temel hedef olarak benimseyen bir eğitim kurumudur. Kurulduğu günden beri ister ülke dahili, isterse de uluslararası arenada birçok başarılara imza atan Hədəf Lisesi ve lisey bala bilgeleri onlarla olimpiyat ve beynəlxalq yarışların galibi olmuştur.
Hədəf lisey öğrenciləri hər hafta dərsə başlarkən milli duyğularımı itirmədən, təbiəti, insanlığı sevən, dəyərlərə hörmət edən, vicdanlı, ədalətli, millətimə və dövlətimə sədaqətli, bilcə insan olmaq üçün and içirəm deyən Balabilgə hər zaman bu andına sadiq qalır. Türk dünyasına gönüldən bağlı bir kuruluş olan Hədəf, 2. Qarabağ Savaşı'nda kazanılan zaferin ardından Türk milletine şükranlarımızı sunmak ve Türk halklarını daha da yakınlaştırmak amacıyla 13-16 yaş arası öğrenciler için Türk Entegrasyon Olimpiyatı'nın adını verdiğimiz uluslararası bir bilim olimpiyatı düzenledik. Bu olimpiyat, Türk halklarının ortak bilimsel ve kültürel değerlerini daha iyi anlamaları için gençlere geniş fırsatlar sunmaktadır. Türk Entegrasyon Olimpiyatı, Türk halkları için ortak tarih, coğrafya ve edebiyat ders kitaplarının hazırlanmasına destek vermek, Türk dünyasındaki öğrencilerin genel bilgi seviyesini değerlendirmek, gençlerin entelektüel yeteneklerini geliştirmek için düzenlenmektedir. Dilde, işte, fikirde birlik ilkesine hizmet etmek amacıyla Türk İntegrasyon Olimpiyatı bu sene 3.'sünü yapacaktır. Olimpiyatın soruları entegratif bir formada hazırlanarak öğrencilerin yalnızca bilgi seviyelerini değil, aynı zamanda farklı alanlarda düşünme becerilerini geliştirmelerini de teşvik etmektedir. Uyguladığımız integratif yaklaşım gençlerin farklı disiplinlerden bilgi edinmeleri ve kültürler arası bağlar kurmalarını sağlamaktadır. Fikrimizce Türk Entegrasyon Olimpiyatı'nda edindiğimiz tecrübeler Turan Balabilgi Akademiyası'nın kuruluş süresi boyunca bizim yardımımıza çatacak ve akademiyanın faaliyetini daha uğurlu kurmamıza destek olacaktır. 2024 yıl 14 fevralda Milli Məclisdə and içmə töreninde Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin dediği tarix fikirlər, Türk Dövlətlər Təşkilatı bizim için əsas beynəlxalq təşkilatdır. Çünkü bu bizim ailemizdir. Bizim ailemiz Türk dünyasıdır ifadesi bizler için bir mayak olmuştur. 300 milyonluk Türk halkının ortak dile, elmə, mədəniyyətə, tarixə, coğrafyaya sahip olduklarını nəzərə alaraq bu ortaklığı elmlə vəhdətdə təqdim etmək məqsədilə Turan Balabilgi Akademiyasını qururuq. Teşekkür ederim. Şimdi ise izninizle proje hakkında etraflı malumat vermesi için Hedef Şirketler Grubu kurucu direktörü Doçent Doktor Şamil Sadi, sözü Şamil Sadi'ye vereceğim. Buyurun Şamil Bey. Çox sağ olun. İcazənizlə mən də böyüklərimizin yanında oturaraq danışacağım. Dərnə xanım gəldi. Mənim üçün möhtəşəm bir gündür. Ustadlarımızın, böyüklərimizin, 9 ölkədən olan nümayəndənin bircə belə deyək, şahidliyi ilə bugün ölkəmizdə Turan Balabilgi Akademiyasını qururuq. Turan Balabilgi Akademiyası ideyası noyabr ayında Qazaxıstanda Turan Universitetində qurulan Turan Akademiyasının ilk təsis konferansında meydana gəldi və ilk qərarımız yine Elvin müəllim dediyi kimi və belə bir yola çıxdıq. Mən də sizi çox yormaq istəmirəm. Sadəcə məqsəd əslində istəyirəm bizim Balabilgi Akademiyasının amacı, məqsədi nədir və nələr planlayırıq onu göstərim. İlk olaraq mən ekranda logomuzu göstərmək istəyirəm. Logonun ideya müəllifi hörmətli professor doktor Rahman Alışanovdur. Gördüyünüz kimi buğa şəkil üzərində qurulub. Buğa şəkili, buğa deyək ki, rəsmi üzərində Qazaxıstadan çıxdıq yola belə başa düşürəm. Tur qədim türkçədə buğa mənasını vermiş olur. An, ən isə yer, məkan anlayışını verir. Ona görə Turan ifadəsinə buradan yola çıxılır. Buğanın buynuzu Balkaş gölünü, gözü Sıx gölünü, kuyruq isə Hazar dənizini ifadə edir. Ön ayaqlar Batı Tanrı dağlarını deyək bizdəki kimi, arxa ayaqlar Türkmənistan, güneyi olan Köpək dağlarını simgələyən bir
belə deyək, coğrafiyanı ifadə edən, Türk dünyası coğrafiyasını ifadə edən bir rəsmdir. Bununla birlikdə buğanın omuz çıxıntısı, kutsal dağları, gövdəsinin altındakı alan, yurtluq, ova, bozqırı, quyruq, buynuz və cizgi, göl və nehri, 9 dairə, bizim 9 artıq Oğuzlarda da müqəddəs rəqəm kimi qəbul olub. Tündük isə yurtu simgələr. Çizim olaraq qaya rəsmləri üzərində yola çıxılmışdı. Türk qaya rəsmləri və Rəhman Hocanın ideyası ilə Roqonda müəllifi Murad Çevişdi Türkiyədən. Turan Balabilgi Akademiyası haqqında məlumat verdim, nə zaman qurulub. Akademiyamızın məqsədi, biz artıq akademiyanın üzvlərinə Balabilgə deyəcəyik. Bu Balabilgələr, bilgə sözünün kiçildilmiş variantı, Bala bilgə və burada məqsəd ortaq türk mədəniyyəti, tarixi, dili və elmi ənənələrin araşdırılmasını təbliğ etmək, türk dilli ölkələrdə və icmalarda elm, təhsil və innovasiyaların inkişafına yönəlmiş tədbirlərin keçirilməsi, erkən yaşdan istedadlı və elmə maraqlı şagirdləri, yəni balabilgələri aşkar etmək, onların elmi dünya görüşünü formalaşdırmaq və gələcəyin alimlərini, mühəndislərini, fikir adamlarını yetişdirmək, Türk dünyası məktəblərinin komanda işinə və tətbiqi layihə əsaslı öyrənməyə söykənən bir təhsilin tətbiq edilməsidir. Turan Balabilgi Akademiyası üzvləri, məktəblilər Balabilgi adlanacaq. İdeyası milli kimliyə və müdürçiliyə əsaslanan həm texnoloji, həm də mənəvi dəyərlərə zəngin, gələcəyin fikirlə yön verən Türk gənclərinin modelini yaratmaqdır. Akademiyanın üzvləri özəl və ya dövlət məktəbləri ola bilər. Sadəcə akademiya üzvləri balabilgələr 12-16 yaşlı şagirdlərdən, məktəblilərdən seçilmiş olacaqlar. Akademiyanın bugün artıq quruluş prosesi və təsis konferansında elan edirik. Bir fəxri üzvlər var ki, bu ali orqandır və daimi fəxri üzvlər olurlar. Bir qurucu üzvlərdir. Bir də sözsüz ki, sonradan aramıza qatılacaq üzvlərimiz olacaqlar. Qurucu üzvlər akademiyanın təsisçiləridir, yəni idarə heyətidir ki, o prosesi davam elətdirəcək. Akademiya üzvlərinin hüquqları, mən məncə burada çox danışmayayım, hüquqları akademiyanın bütün tədbirlərinin və layihələrində iştirak eləmək, akademiyanın fəaliyyətinə və inkişafına bağlı təklifləri irəli sürmək, akademiyanın idarəetmə orqanlarını seçmək və seçilmək, beləcə bir ictimai təşkilat olaraq fəaliyyət göstərəcək. Akademiya üzvlərinin öhdəlikləri də məncə təqribən hər kəsə bəllidir, çünki nizamnamələr paylanılıb, onun üstündə çox durmaq istəmirəm. Akademiyanın idarəetmə orqanları akademiyanın ümumi yığıncağıdır, akademiyanın idarə heyətidir, akademiyanın sədri prezident adlanır, akademiyanın vitse-prezidenti, akademiyanın katibi, bir də fəaliyyət sahələri üzrə məktəblərdə koordinatorların və bölmə rəhbərlərinin olması planlaşdırılıb. İlkin olaraq biz hədəf liseyində bu prosesi başlatmışıq. Ona görə də akademiyanın 7 bölməsi var. Bu bölmələrdən biri fizika və texniki fənlər bölməsidir. Biri riyaziyyat və analitik düşüncə bölməsidir. Üçüncüsü kimya, biologiya və həyat elmləri bölməsi, süni zəka və data elmi bölməsi, tarix və mədəniyyət bölməsi, maliyyə savadlıq və biznes bölməsi və yaradıcı yazarlıq bölməsi olaraq 7 bölmədən ibarət bir akademiya qururuq məktəblərin üzərindən. Akademiyanın məktəbdəki idarə etməsi isə bölmənin elmi rəhbəri planlaşdırırıq. Hər 10-15 nəfərlik bir qrupda bir elmi rəhbər olur. O ölkədə və yaxud da həmin quran məktəbin özündə tanınmış ictimai-siyasi xadim, elm adamı, təhsil adamı ola bilər. Bölmənin assistenti olur, həmin məktəbin nümayəndələrindən biri olmaq şərti ilə. Bir də bölmənin rəhbəri, yəni bilgəsi, həmin balabilgələrdən, şagirdlərdən seçilmiş şagirdlər olmuş olurlar. Bu baxımdan həm şagird, həm elm adamları, həm də məktəbdə qurulacaq bu qurum bir növ şagirdlərin, balabilgələrin elmi təfəkkürünün inkişaf elətdirilməsi, yaradıcılıq imkanlarının genişlənməsinə şərait yaratmış olacaq. Hər bölməyə 12-16 yaşlı məktəblilər daxil olmuş olur. Təqribən 6 aylıq bir proses keçəcək. 6 aylıq prosesin içərisindən biz akademiyada sonda uşaqların sertifikat və diplomlar ilə təqdimatını vermiş oluruq. Hal-hazırda bizim akademiyanın ilk bölməsinin üzvləri olaraq balabilgələrimiz də burada iştirak edir. Onların kuratoru hörmətli Gövhər xanım Məmmədova və balabilgələrimiz isə Elvin müəllim adlarını səsləndirər. 8-10 sinif şagirdlərindən ibarət olan bir komandanın ilkin olaraq vəzifələrini vermişik.
və bugünkü iclasdan sonra isə məktəb daxilində uşaqların seçilməsinə başlayacaq. Mən ümid edirəm, quracağımız bu akademiyanın fəaliyyəti sizlərin sayəsində, sizlərin böyüklüyü ilə ən azından ayda bir dəfə hər ölkədə qurulan məktəblilərin bir dəfə böyük türkoloğumuz Firidun müəllimin məruzəsini dinləyər, bir dəfə Turan hocamızın, bir dəfə Cavanşir müəllimin, bir dəfə belə deyək Rüstəm Behrudinin onları ayda bir dəfə bütün türk dünyası məktəblərini ən azından onlayn toplaya bilsək və ildə bir dəfə bunların bilim simpoziumu, elm simpoziumu, konferansını və yaxud da bilim şənliyi deyək, adını hələlik qoymamışıq, keçirə bilsək, ümid edirəm, biz bugün Turan qurulması üçün ən azından mənim 47 yaşım var, bugün yola çıxmışıq. Sözsüz ki, bugün yola çıxmamışıq. 100 illər öncə bu proses başlanmışdır. Türkoloji qurultayın 100 illiyidir. Amma hələ də ortaq dil mövzusuna gəlib çıxa bilməmişik. Hələ də bir-birimizi ilə tərcümə ilə danışa bilirik. Hələ də bəzi uşaqlarımız Qazax, Türk, Özbək, Azərbaycan, nə bilim, digər xalqlarımızın bəzən adını da tanımır. Amma ən azından bu araşdırma səviyyəsində bir-birlərini indidən tanısa, isnişlər, dostlaşsalar, gələcəkdə biz 300 milyon deyirik, amma məncə 500 milyondan çoxdur. Türk xalqlarını doğru düzgün saya bilsək. Səhv eləmirəmsə Rəhman Hoca, yoxsa kimsə 1 milyona yaxın dedi bu rəqəmi. Ən azından bir-birimizə sahib çıxmış olarıq. Mən sizlərə uğurlar arzulayıram, təşəkkür edirəm. Çox yormadan Elvin müəllimə sözü buraxıram. Çox sağ olun. Təşəkkür edirəm Şamil müəllim. İndi isə icazənizlə sözü verirəm Turan Universitetinin rektoru, Turan Akademiyasının başqanı, hörmətli böyüyümüz Profesor Doktor Rəhman Alşanova. Buyurun Rəhman bəy. Құрметті Шамил бей, сізге мың бір рахмет. Уақыт тауып бізді шақырғандарыңызға. Осында үлкен өздеріңізге міндет атқардыңыз, алдыңыз. Туран елінің, Туран идеясын дамытуға Әзірбайжан жерінде академия ашып, балаларды соған жол ашып атқандарыңызды маңызды оқиға деп ойлаймын. Аударасың ба или орысша аударайық па? Қазақшаны tərcümə edə bilməyik o zaman. Орысша айтайын ба? Biz əslində anladıq mənəcə. Siz elə Qazaxşanlarsa tərcümə. Келесі жолы жай сөйлегеніңізді бәрібір түсінеміз енді. Yavaş-yavaş. Енді мына ағаларымыз, үлкен ағаларымыз алфавит жасапты ғой, осыдан 91 жылы, бірінші алфавитті. Түрк елдерінің, бірақ тек қана қабылдаған Әзірбайжан екен бірінші. Соны осы жерде өткізген өте маңызды. Сізге рахмет етеміз. Осы үлкен Туран идеясын сіздер бастадыңыздар, біздер жалғастырамыз ғой. Қазір бүгінгі таңда қазір зерттеулер көп, ғалымдар аз емес. Барлығы идеяны көтеретіндер, бірақ өкінішке орай аңыздары бар, тарихта басқа түсіну деген бар дегендей. Ортақ әлі келген жоқпыз. Негізгі мақсат осы Туран идеясын дұрыс түсініп, тарихи дәлел нақты шыққан кезде, сол кезде бір келісіп, алфавит сияқты Туран тарихында бір келісіміз керек. Осындай болды, осындай дегенде қарасаңыздар, мына әсіресе Иранмен көп өзгерістер кіргізген, неден бастап, авиациядан бастап қайта жазды ғой енді, қайта жазып. Соны біраз өзгерістер кетті. Махмуд Қажғари айтады, Туран тілдерінде, түрк тілдерінде Иран түрк сөз көбейіп кетті. Оның бәрі әсері, байланыс болды ғой сол. Мына жақтан соңғы 3 жылда Россиямен үлкен қарым-қатынаста біраз өзгерістер болды. Мына 30 жылдардан бастап Стамбулда мақала шыққан, үлкен мақала, Туран елдері деп. Соған Микоян деген, Сталин айтқан екен, Микоян деген, политбюроның мүшесі ғой. Бұлай болмайды, өйтетін болсақ, Туран елдері бірігіп кетеді. Бізде көп деген, татарлар, башқұр бар дегенде, якуттар бар деген, Қазақ, Әзірбайжан, бұлар елді ұстамаса, бұл Өзбекстан дегенде, Татарстан, бір жағында Қырғызстан, осы елдерді бірге ұстауымыз керек деген Инда-Иран концепциясын жасады. Инда-Иран тілдері даму дегендей. Соған байланысты Туран тарихын мүлдем жоқ қылуға тырысты.
Олар жабайы аспаннан түскен дегендей. Қарасаңыздар, тарихта асықпа оқысаңыздар, көп нәрсе бар. Біздің елдер қазір Стамбулдан бастап, кеше қарадық, Стамбулда өткен конференция өткіздік. Үндістанда, Америкада 67 миллион үндіс бар екен. 67 миллион. 67 миллион индейцев. Солардың алфавитінде, энциклопедиясында 2000 сөз бар екен, 2000 сөз. Соның 400-і түрк сөздер. Олардың кеткені 13 мың жыл бұрын кеткен. 13 мың жыл. Сонда түрк тілінің тарихы анау атамыз заманда жатыр ғой. Атам заманда. 13 мың оның алдында барғандар бар. Генетика қазір қарап алсаңыз, бәрі бірдей генетикасы. Генетика дәлелдеп отқан. Могу на русском. Я думаю, конечно. Орысша айтып берейін. Tamam. Ortak Türkçe dediniz, hocamız Kazakça başladı. Dolayısıyla ben biraz böyle özetini vereyim, hocamızın söyledi. Şimdi değerli hocamızdan bahsetti. Alfabe konusunda öncülük ettiler diye. Aslında Turan ideyasına hocamız başladı. Büyüklerimiz diyor. Ve büyüklerimizin bu çizdiği yoldan bizler devam edeceğiz diyor hocamız. Ayrıca işte bu tarihte aldığımız zaman bizim tarihimizi değiştirmişler. Bir sürü değişiklik yapmış biliyorsunuz. Rusya var, Avrupa var. Dolayısıyla biz hocamızın fikri bu Turan'ın tarihini biz birleşerek tekrar ve doğru bir şekilde araştırarak onu tekrar yazmamızı, bu konuda çok dikkatli olmamızı istiyor hocamız. Ayrıca işte Stalin döneminde hepimizi bölerek bölgelere ve ayırarak bu bilinçli bir şekilde yapılmış bir şey. Tabii ki zamanında bunu artık değiştirmenin zamanı geldiğini söylüyor hocamız. Ayrıca biz İstanbul'da konferans organize etmiştik. Hocamın inisiyatifi ile Amerikan yerlileri ve Türk halkları arasında Köprü adında bir konferans düzenlemiştik bundan birkaç sene önce. Oraya işte Amerikan yerlileri 3 tane Kızılderili katıldı. Ve hocamın araştırmalarında da görüldüğü gibi yani Kızılderililerin sayısı şu an 67 milyon. 67 milyonu buluyor. Ve 2000 işte kelimenin içerisinde yaklaşık 400-500 tane kelimesi Türkçe ile birebir aynı kelime olduğu. Dolayısıyla onlarda da bir Türk işte bir bağlantısı olduğu zaten genetik olarak da ispatlanmış durumda. Yani genel olarak işte hocamızın yani fikri malum, biz Turan Akademiyası'nı hocamızın inisiyatifi ile Almatı'da kurmuş bulunuyoruz. Дальше. Rusça. Она же переводит то, что я еще не успел сказать. Я в этой связи вот издал книгу, вернее, турцы издали книгу в Анкаре и в Стамбуле. Гульжанат перевела на турецкий язык, она всю жизнь проработала, проучилась в Стамбуле, в Турции. Здесь я пишу историю 20 тысяч лет назад. 20 тысяч лет назад. Ахр-Заман. Ахр-Заман, ревущая эпоха. Ахр-Заман, да. Эпоха, которая ревет. И в этой связи вот наша история начинается с Ахр-Замана, который известна. Я хотел подарить эту книгу вам, Шамиль. Я написал очерк «Туран. Родина зороастризма». Зартуш, вот, ну, этимологически, он сам говорит, я родился на берегах реки Ранха. Ранха – это Волга, Едель, казахское название Едель. Он сам пишет об этом. Поэтому, исходя из этого, ну, там целая история, я вот тоже дарю
подарю вашу книгу. Вот сахар замана был потоп. Самый большой в мире потоп был Туранский потоп. Самый большой в мире. Не Месопотамия, о котором все говорят, Великий потоп. Вот здесь, на нашей территории, на территории Турана был потоп. 2 миллиона квадратных километров. Казахстан, Узбекистан, Каракалпакстан. Хорезм был здесь под водой. Я хочу тоже, чтобы ваши ученики изучали. Вот здесь сакские народы. Сакский меридиан написал. Саки подчинили арийцы народ приглашали туркменов, кайларды шақырып, кайларды шақырып на управление страной. Они вот по западному Казахстану, мимо Хорезма, шли дальше. Тоже история. Низами, своих 5 красавиц, 7 написал много о тюркских красавицах. Nizami Türklerin 5 tane güzel kadınlarıyla ilgili. Да, Низами. Французский исследователь был. 7 deyip, yakın 5'i düştü. Француз отправил на учебу на восток, учил. Slavyan kızı var da. Учил разные языки, написал легенду о Турандот. Пьесу написал Турандот. Пучини, великий композитор, внес сюда китайский элемент и считает, что Турандота дочь Турана. 70 лет с лишним китайцы были против. У нас нет Турана, мы не Туран. Китай говорит, конечно, не Туран. Мы, наши красавицы, не рубили голову другим мужчинам, претендентам. Поэтому мы написали, поставили скульптуру, вот поставили здесь, рядом с Тураном. Şimdi tarihte zaten Turandot'u Çinlilere atfetmişler ama Çinliler Turandotlular yani Turan kızının kendilerine ait olmadığını iddia ediyorlar. Dolayısıyla Turandot'un aslında bizim Türk kızı olduğu, hanşayımlardan biri olduğu ile ilgili hocamızın araştırması da var. Ve biz Turan Üniversitesi'nin tam önünde Turandot, Turan kızı heykelini koyduk. Туран жеріне қайтарды, бірінші ескерткіш. Yani Turan coğrafyasındaki ilk heykel bizde duruyor. Turandot. Болашақта Низамин жанында осы ескерткіш қояды деп ойлаймын Бакуda. Bakü'de de gelecekte Nizami'nin yanında Turan kızının heykeli duracak diye umut ediyor. Evet, Turan Yevası. Ya. Oradan o duht sözüne çıksa yakacaklar çünkü Hangi? Fars dilinde kız demekti. Dot mu? Kur'an kız olsun. Туран Бике дедік қой. Turan Bike dedik biz. Turan Bike dedik. Біздің атақ жазушым жазған екен, аударып Туран Бике деп. Turan Bike. Kur'an duht Fars. Yani zaten Turan Bike olarak çevrilmiş. Махмуд Кажериді оқысам, Махмуд Кажери, сөздік мынандай, 1000 беттік. Ол жазған екен, Александр Македон, Зұлқарнай, шу хақаны тесіп, ұтылған екен, жеңілген. Zülkarneyn, Mahmut Kaçkari'yi okursanız Zülkarneyn, işte Büyük İskender, şu Kağan'da orada bir yenilgen var. 2000 askerini жіберіп, 2000 askerini göndermiş oraya. сол 1000 бөлінген кезде 1000 askerin 4000 Turan жігіттері жеңген. O 1000 askerini 4000 Turan yiğitleri yenmiş. Бірақ сол кезде onun жеңілісті айтуға болмайды екен. Ama o yenilgiyi söylemek doğru değilmiş o zaman. Олардың бастарын кескен, артқан адамдардың бәрі. Одан кейін хат жазған кезде хаттарын оқиды екен. Цензура Makedonski кезінде. Yani o Büyük İskender zamanında zaten bazı şeyler tabii tarih değiştirilmiş. Сол кезден бастап, хочу сказать, что с тех времен история Турана подвергалась цензуре. O zamandan beri diyor Turan tarihi aslında Цензура. Rusça anlıyorlar da Türkçe. Хаттарын оқып, солдаттардың хаттарын оқып, алып тастаған ғой. Соған айтайын дегенім, соған байланысты Стамбулда жүрген кезде Махмуд бей не істейміз?
Osun zerttөө керек деп, son тапсырмасымен biz осы тарихты зерттей бастадық. Туран Академиясы құру деген сол жерде ой туды. İstanbul'dayken zaten bu konular ele alındı ve Mahmut Bey ile birlikte tabii bu Turan Akademisi'nin kurulması konusunda fikrimiz o zaman ortaya kondu. Осыған байланысты жалғыз мен емес, көптеген ғалымдар зерттеп жатыр ғой. Ya yalnızca hocamız ben değilim diyor. Başka da tabii araştırmacılar bu konuda araştırmasını yapıyorlar. Соларды біріктірейік, тыңдайық. Жалпы болашақта Туран энциклопедиясын шығарайық, Туран сөздігін шығарайық дегендей ортақ дүниеге. Dolayısıyla işte Turan tarihini araştıran o bütün bilim adamlarını bir araya getirelim, birleştirelim ve Turan ansiklopedisini yazalım, Turan tarihini yazalım diyor. Biz 34 жыл бұрын университет аштық, соның атын Туран деп қойдық. 34 sene önce açtığımız üniversiteye biz Turan ismini verdik. Қазір бізде бітірген 39 мың бала бітірді. 39 bin öğrenci, yani mezunumuz var bugüne kadar. Біздің түлектердің ішінде генералдар бар, министрлер бар, әкімдер бар дегендей. Bütün mezunlarımız arasında generaller de var, işte valiler falan, bakanlar da var. Оны айтайын деген балаларға дұрыс жол беріп жатырмыз деген әңгіме ғой. Yani bunu demek istediğim işte biz çocuklara tabii ki yolunu açıyoruz çocukların. Шамил бей осында келген кезде қуана келдік, алдында ойландық, балаларға не айтамыз дегендей. Бірақ негізінде балалардан бастау керек екен. Бізді Совет одағында оқытты, бізге жолатпады ғой бұл тақырыпты. Бастарын кесті, кімнің тарихшыларды отырғызды түрмеге, теологтарды отырғызды, атылып кеттік. Алашорданың қайраткерлері. Yani biz ilk Şamil Bey bu teklifi sunduğu zaman hocamız diyor ki düşündüm diyor çocuklara ne anlatabiliriz diye. Ama çok doğru bir kararmış diyor aslında çocuklardan başlamak lazım. Sovyetler zamanında biliyorsunuz bu fikri ortaya koyanları işte idam ettiler, yok ettiler. Sonra балалар қазір таза. Çocuklar temiz diyor yani. Айтқан білімдерді ұғады толығымен. Bütün söylediklerinizi hemen aklına. Туран деген сөз оларға бөтен емес. Turan dediğimiz kelime onlar için bir yat bir kelime değil. Біз ойладық қой, ертең Туран деген кезде алып кете ме деп түрмеге. Yani biz düşündük tabii Turan dediğimiz zamanında tabii ki hapse götürürler diye. Сонда соңғы кезде қарасақ, Өзбекстанда, Қырғызстанда, Түркменстанда, Әзербайжанда, Түркияда Туран идеясы жақсы қолдаушылар көп екен. Yani öyle görüyoruz ki hocamızın saydığı Türk Cumhuriyetlerinde Turan fikrini destekleyen çok kişi varmış. Оны сенетініміз, осы жас балалар, осы Туран білген мектебі, балаларды білім беріп жатқандары өте маңызды. Болашақта Туран туын аспан көтереді деп ойлаймыз. Yani öyle umarım ki bu bizim Şamil Bey işte Turan bir hedef lisesi, Turan lisesi diyeceğim. Енді Hedef lisesindeki işte öğrencilerimize 200-300 миллион халық түріктер бар. Болашақта Туран әлемі дүниежүзінде ешкімге таласпай, бірақ өз орнын алады деп ойлаймыз. yani gelecekte Turan dünyası kimseyle münakaşaya işte şeye girmeden, rekabete girmeden kendi yerini bulacaktır. Соған сіздерге рахмет, бізді қабылдап, жақсы қарсы алып жатсыздар. Сәттілік тілеймін сіздерге. Çok teşekkür ederim diyor. Rahman hocam. Çox sağ olun əziz dostlar. Sizlərə proqram təqdim olunubdur. Proqramda indiki növbəti çıxışımız Profesör Doktor Firidun Cəllov, Türk dünyasının görkəmli alimi. Buyurun Firidun müəllim, söz sizindir. Hamınızı salamlayıram. Bu güzel toplantıda konuşulan sözler özellikle gençlerimizin yaddaşında hak olunacak. Çünkü bu cür değerli toplantılar çok az olur. Zaten Rahman Bey, ben diyeceklerimin çoxunu dedi. Mesele buradadır ki, biz yanımda oturan dostum Rüstem Bey'le, onun yanındaki
Yunus bəylə 40 il, 45 il qabaq bu söhbətləri eləyirdik. İlk dəfə Rüstəm bəy Bozqurd şeirini yazanda məşhur şairlər düşdü onun üstünə ki, sən bu canavarı nədir gətirirsən şeirə, bu nədir? Amma 20 il keçəndən sonra özəlliklə indi həmin adamlar Bozqurddan şeir yazırlar. Bu nəyi göstərir? Artıq qafalarda milli oyanış var. Düzdür, bu biraz gecikləmələrlə gedir. Amma gedir. Bayaq Rəhman bəylə söhbət eləyəndə mən ona dedim. Özdə indi qeyd elədi onu. Turan yolu bizim özümüzü dərk eləyəndən tuttuğumuz yoldur. Təbii ki, bu çox çətin yoldur. Çox ağır keçiləsi bir yoldur. Bunun qarşısında tankla, tüfənglə dayanmırlar. Elmlə, böyük dövlətlərin gücü ilə dayanıblar. Mən bir olayı istəyirəm xatırladam. Bunu televizyonda bir-iki dəfə demişəm. Rəhmətli Özal Orta Asiyanı gəzib gəldi Bakıya. Bir-iki gün qaldı burada. Rəhmətli Elçi bəy bana telefon açdı ki, bəs Turgut Özal sənlə görüşmək. Dedim, bəy, yəqin nəsə sözü var, sənə desin, bir də gəlib onu narahat eləməyim, biraz ağrıyırdı. Dedi, yox, mən də dedim, amma dedi ki, yox, mütləq özü ilə görüşməliyəm. Dedim, tamam. Sabahsı günü universitetdə Turgut Özal'a doktorluq diplomu verilirdi. Dedim, orada mən təşkil eləyərəm, görüşərik. Elə də oldu. Universitetin rektoru mənim adaşım Firidun bəydir. Mən ona dedim, rektorun otağını boşalt. Elçi bəyimən, bir də Turgut Özal'ın orada bir ayrıca söhbət olacaq. Toplantı qabağı. Nəysə, təşkil olundu, üçümüz oturduq orada, bir yarım saat, 40 dəqiqə söhbətimiz oldu. Rəhmətli Turgut bəy dedi ki, Elçi bəyə deyir. Dedi ki, mən indiyə qədər səhv eləmişəm. Türkiyənin siyasətində böyük səhvlər buraxmışıq. Dedi, Sayın Cumhurbaşkanı nədir o səhv? Dedi, biz həmişə özümüzü Avropaya tutmuşuq. Avropa Birliyinə getmək istəyirik. 40 ildir. Onlar bizi çağırır, gəl, gedirik. Qapını bağlayırlar özümüzə. Bir neçə ildən sonra bir də çağırırlar, gəl, gedirik, qapını bağlayırlar. İndi mən deyir, Orta Asiyanı gəzəndən sonra anladım ki, bizim Avropada nə işimiz var. Bizim əsas arxa baxışımız Orta Asiyadır. Türkmenistan, Özbəkistan, Qazaxıstan, Qırğızstan, Altay, Tatarstan. Və mən qayıdıram Türkiyə. Bundan sonra Türkiyənin siyasəti üzü o tərəf olacaq. Düzdür, Turan sözünü işlətmədi. Amma Türk Birliği sözünü işlətdi. Rəhmətli Bakıdan gedəndən sonra bilirsiniz də, 2 gündən sonra onu öldürdülər. O iş dayandı. Həmin dönəmdə bu gənc dostlarımla Xəlil Rızaoğlu Türk idi, bizim hamımızın ağsaqqalı Xudu Məmmədov idi, Bəxtiyar Vahabzadə bir milli azadlıq hərəkatı yaranmışdı. Əsas da ideyamız Turan Birliği idi. Turan Birliği də hardan yaranmalıdır? Mərkəzi Təbrizdir. Təbriz azad olmalıdır ki, Turan yaransın. Təbriz azad olmayınca Turan mümkün deyil. Həm coğrafi baxımdan, həm də kafalarda olan planlar baxımından. Bax, bugün biz hamımız Türkçükdə oturmuşuq burada. Bizim hamımızdan daha çox Təbriz gəncləri Türkçədirlər. Stadiona gəlirlər 70 min, 80 min. Bozqurd işarəsi ilə Türk sloganları, Türk alqışları deyirlər. 70 min birdən ayağa qalxıb Azərbaycan, Türkiyə
Təbriz qardaşlığından danışır. Yəni o əhval-ruhiyyə bugün nə Azərbaycanda, nə Türkiyədə, nə Qazaxda heç yerdə yoxdur. Deməli orada yetişir. Və bizim arzularımız gerçəkləşəcək. Necə ki, rəhmətli Turgut Özal deyirdi ki, Türk Dövlətləri Birliyini biz yaratmalıyıq. Bugün yarandı o. Yəni 10 ildə, 20 ildə geciksə amma yaranır. Yəni o ideya yavaş getsə də gedir, yaranacaq. Amma əzizlərim, biz bir şey bilməliyik. Bu Türk birliyinə gedən yolda ağıllı adamlar olmalıdır, məsləhətçilər. Yoxsa kommunistləri yığıb doldurublar oraki Turan birliyi yaradın, o mümkün olan şey deyil. Yəni Türk sözünə belə nifrət də demək istəmirəm. Türk sözü onda qıcıq yaradan adamları tanıyırıq ki, orada Turan birliyində rəhbərlik eləyirlər. Bu mümkün deyil. Mənim ən böyük istəyim odur ki, buradakı gənclər ki, yetişəcək, bunu onları gerçəkləşdirəcək. Mən bir daha çox vaxtınızı almaq istəmirəm, əzizlərim. Turana gedən yolun addımları var. Birdən-birə hoppanıb Turan parlamenti yaratmaq olmaz. Yəni Türk ölkələrinin parlamenti, deyək ki, Avropa, mümkün deyil. Ora hazırlıq lazımdır. Para yaratmaq olmaz, ora hazırlıq lazımdır, ortaq para. Amma ilk addım alfabet. Türk ölkələrinin birliyini yaradan ilkin addım alfabet, ortaq alfabet. İkinci addım ortak Türk dili. İkinci addım ortak Türk dili. Üçüncü addım ortak dərsliklər. Birdən darayış verim, mən biraz kusura baxmayın, biraz uzun danışıram. Amma elə şeylə danışıram ki, onları siz eşitməyibsiniz. Üçüncü ortak dərslik. Dördüncü ortak ordu, sonra ortak parlament, ortak para və s. Amma addım-addım getməlidir. Buradan bura hoppansan mümkün deyil. Ortak alfabeni Allah'a şükür, mənim bu yanımda oturan qardaşım Allah şahadidir. 90-cı ildə Azərbaycan qəzetində mən bir məqalə yazdım, Ziyanı Yarsından və orada yazdım ki, biz Məmməd Əmin gelin istifadə elədiyi alfabeni qəbul eləməliyik, Latin qrafikalı alfabeni. Adam orada şöbə müdürü idi. İndi danışanda yəqin deyəcək nə qədər əziyyət çəkib o məqalə ilə bağlı. Deməli, o bir ajiyataj yaratdı. Hökumət məcbur oldu, Dövlət Əlifba Komissiyası yaratdı, mən ora rəhbər qoydu. Mən həm də parlamentdə, Cavanşir bəy, elm, təhsil, mədəniyyət komissiyasının sədri idim. Sən hazırladın, necə sənin adın yox. Onları siz deyirsiniz. Deməli, o əlifba qəbul olunanda, əzizlərim, Mütəllibov ki, fərman verdi ki, biz keçdik Latin əlifbasına. 91-ci il 25 dekabr. Günorta prezident aparatının qabağı doldu nümayişçilərlə. Plakatlarla, etiraz plakatları Mütəllibovu söyə-söyə, məni söyə-söyə ki, siz əlifbanı niyə dəyişdiniz? Bu piket eləyənlər, nümayişi keçirənlər kimlər idi? 5-ci kolon. Bugün də onlar durur. Deməli, orada Rus pərəstlər ki, Rus əlifbası qalsın. Orada İranın 5-ci kolonu Molla başlar ki, yox, biz Fars əlifbasına keçməliyik. Və bəziləri saymıram. Yəni, bu asanlıqla olmayıbdır. Çox çətin problemdir. Biz, deməli, 92-ci ildən hesablayın, mən biraz hesabı yaxşı bilmirəm. 92-ci ildən bugünə qədər ortaq Türk əlifbası işlədirik. Bunu çoxları bilmir. Nə yuxarıda oturanlar, nə aşağıda olanlar. Bu əlifbanın adı ortaq Türk əlifbasıdır. Bu əlifbanı biz 90
birinci ilin Kasım ayında İstanbul Üniversitesi'nde 3 gün devam eden simpozyumda kabul eləmişik. Ortak Türk alfabesi simpozyumu. Orada iştirak edirdi Kazak alimleri, Kırgız, Özbek, Tatar, Türkmen, Azerbaycan və s. Orada kabul olunan əlifbanı, ortak əlifbanı 34 hərfli. Mən gətirdim burada komissiyanın sədriydim, keçirtdim. 33 ildir biz ortak əlifba işlədirik, qardaşlar. Ama Türk Devletler Birliği bu yakınlarda yığışdı ortak əlifba kabul elədilər. Hansı əlifbanı? Bizim işlətdiyimiz əlifba. Deməli biz 33 ildir o birisi ölkələrdən qabaqdayıq məsələdə. Bunun fərqinə varır mısınız? Qazaxıstandan 5 profesör gəlmişdi yanıma. Məsləhətə ki, hansı çətinliklər var bu əlifbanı keçirməkdə? İzah elədim onlara. 2 qadın, 3 kişi idi. Çoxu da filosof idi. Razı getdilər. Bir həftədən sonra mənə zəng elədilər Qazaxıstandan ki, bəs, xoca, sən deyənləri eləyə bilmirik. Soruşuram, niyə? Deyir, Nazarbayevi elə dairəyə alıblar ki, onun yanına düşə bilmirik ki, bunları deyək ona. Eyni proses Türkiyədə, Azərbaycanda, hər yerdə gedir, Qazaxıstanda bugün də gedir. Ona görə bu məsələlər çox çətindir, bu aşağıdan olmalıdır. Siz gənclər ki, bu akademiyanın üzvü olacaqsınız, bu liseylərdə oxuyacaqsınız, bunları bilməyiniz lazım ki, hansı çətinliklərlə Turan birliyi qurulur. Və o çətinlikləri rahat yolla keçə biləsiniz. Təsəvvür edin, Türkiyə kimi böyük bir dövlət, 600 il Osmanlı dövləti olub, 100 ildə Atatürk'ün dövlətidir, orta əlifbaya keçə bilmir. Təsəvvür edirsiniz. Görün, Azərbaycan hansı çətinliklərdən keçib bunu. Onlar niyə keçə bilmir orta əlifbaya? Çünki 3 dənə hərfləri çatmır. X-dır, K-dır, Ə-dir. Əlavə eləyə bilmirlər ora. Onu əlavə eləmək üçün parlamentdən icazə almalıdırlar. Parlamentdə də müxtəlif o partilərin adını bilmirəm. Orada müxtəlif partilər, onlar qoymaz bunu eləməyə. Bir daha təkrar edirəm. Məsələnin çətinliyini istəyirəm sizə anladım. Çox çətindir məsələ. Eşq olsun Azərbaycan alimlərinə mən qarışıq ki, bu məsələni geçərləşdirə bildik. Hamıza uğurlar arzulayım. Bir məsələni də özür deyim. Belə olmalıdır. Belə yazılıb. Altay teorisi ilə. Altay teorisindən nə yazırlar? Özdə bu indi deyil. 300 ildir bu teori ilə gedirlər. Güya Türklər Monqollarla qohumdur. 200 il qabaq Hun çağında Monqollardan ayrılıbdır və Türklər yaranıb. Türklərə neçə il yaş verdilər? 2000 il. Amma burada Sumer yazılarında, İtalya'da Etrusk yazılarında, Hurri, Urartu, Akkad, Asur, Arameyk yazılarında 4000 il, 5000 il Azərbaycan tarixi var. Bu nətər olur? Türklər 2000 il qabaq orada yaranır, amma 5000 il qabaq burada Türk sözləri var, Türk yazıları var, Türk tarixi var. Ona görə, Rəhman bəy, mən Altay teorisinin əleyhinə bu 9 kitabı yazdım. 9 bitik. Bitik kitabdır. Və burada Urmu teorisi qoydum Altay'ın qarşısında. Mahmud bəy bunun şahididir. Mən dəfələrlə Türkiyədə, İstanbul, Ankara, bu konuda konferanslar vermişəm. Orada da mənim əleyhimə danışırdılar. Amma fakt gətirə bilmirlər. Faktın qabağında susurlar. Bunları deməkdə məqsədim nədir? Bu teori ortalığa çıxanda 30 il qabaq heç kim qəbul eləmir də, fantasiyadır. Və Anadolu'da hansı Türkdən soruşsaydın ki, Türklər Anadolu'ya nə vaxt gəlib?
Min il qabaq gəliblər Səlcuqlarla. Hamısı belə deyirdi. Anadolu'da Türkiye 1000 il tarih verirdilər. Ama bu kitaplar çıkandan sonra, bu teori yavaş yavaş işleyenden sonra, bu teorini de benden sonra devam ettiren Koç Köroğlu oturup orada. Kitaplar yazdı, dostlarıyla yazdı, Rüstem Beyrutu şehirleriyle. Bu ideya ayak tuttu yeridi. Şimdi Türkiye'de kimden soruşursan, hangi alimden ki Anadolu'da Türkler ne vaktan var? Ya canım kadimden Anadolu'da Türkler olmuşlar. Hamısı bu cevabı verir. Ve neye esaslanırlar? Böyük Atatürk deyip. Türkiye'de en azından 7000 ildir Türkler burada yaşayırdı. Bu bizim sloganımızdır. Sağ ol. Bir de bu kitapları Şamil Bey, ben veririm demeli size. Bu her adamda yoktu. 9 çıktı. İslam öncesi Türk tarih. Buradan götürersin. Sağ olun. Biraz bağışlayın, vaktinizi çok aldım. Müəllim, indi isə icazənizlə Turan Bala Bilgi Akademiyasının qurulmasında yaxından iştirak etmiş fəxri üzvlər və qurucu üzvlərin siyahısını sizə təqdim edeyim. Profesör Doktor Rahman Alşanov, Turan Üniversitesi Rektoru, Turan Akademiyası Başkanı, Kazakistan. Mahmud Oral, Türk Halkları Konseyi Başkanı, Turan Akademiyası fəxri üzvlər, onursal üyelər. Turan Akademiyası Eş Başkanı, Türkiye. Profesör Doktor Gülcanat Tayevova, Turan Akademiyası Başkan Yardımcısı, Turan Üniversitesi Rektor Yardımcısı, Kazakistan. Sultan Rayev, Türksoy Genel Sekreteri, Kırgızistan. Profesör Doktor Mahirə Hüseynova, Azərbaycan Dövlət Pedaqoji Üniversitesi Rektor Yardımcısı, Azərbaycan. Profesör Doktor Cavanşir Feyziyev, Azərbaycan Millət Vəkili. Doktor Fazil Mustafa, Azərbaycan Millət Vəkili. Profesör Doktor Nizami Cəfərov, Atatürk Mərkəzi Direktoru, Azərbaycan. Rasul Ahmetov, Kazakistan Halklar Asambleyası Başkan Yardımcısı, Kazakistan. Ünlü tarihçi Profesör Doktor İlber Oltaylı, Türkiye. Türk dünyası şairi Rüstem Behrudi, Azərbaycan. Yunus Oğuz, Olaylar Haber Ajansı Baş Direktoru, Azərbaycan. Profesör Doktor Almaz Toktamametov, Cumhuriyet Pedagojik Kadroların Geliştirilmesi Enstitüsü Genel Direktoru, Kırgızistan. Profesör Doktor Tufan Gündüz, Gazi Üniversitesi, Türkiye. Profesör Doktor İlham Aliyev, Akdeniz Üniversitesi, Türkiye. Profesör Doktor Nazim Muradov, Lefka Avropa Üniversitesi, Kuzey Kıbrıs Türk Cumhuriyeti. Fəxri üzvlərimizi alqışlayaq. İndi isə icazənizlə Turan Bala Bilgi Akademiyasının qurucu üzvlərinin siyahısını sizə təqdim edirəm. Doçent Doktor Şamil Sadiq, Hədəf Lisesi Kurucu Müdürü, Azərbaycan. Mirkan Aydın, Nəsibə Aydın Okulları Müdürü, Türkiye. Elvin Aliyev, Hədəf Şirkətlər Qrupu Baş Direktor Yardımcısı. Çok özür dilerim, ben biraz heyecanlandım. Şamil Sadiq hem de Turan Bala Bilgi Akademiyasının başkanıdır. Mirkan Aydın, Turan Bala Bilgi Akademiyasının başkan yardımcısı. Elvin Aliyev, Turan Bala Bilgi Akademiyasının bilim sekreteri. Alkışlarınızı gözledik. Elçin İbrahimov, Qarabağ Üniversitesi Bilim Bölümü Müdürü, Azərbaycan Xankəndi. Əkbər Qoşalı, Dünya Gənc Türk Yazarlar Birliği Danışma Kurulu Başkanı, Azərbaycan. Kadir Özer, Eduka Şirkətlər Qrupu Kurucu Müdürü, Türkiye. Bekcan Adicanov, Alişir Navai Nomidagi Taşkent Devlet Özbek Dili ve Edebiyatı Üniversitesi Akademik Liseyi Müdürü, Özbekistan. Essum Aslan, okul kurucusu, Türkiye. Fahri Kahraman, Uluslararası Balkan Üniversitesi Rektör Yardımcısı, Makedonya. Közhan Yazgan, Atatürk Lisesi Turan Yazgan Vakfı Başkanı, Türkiye. Jolibay Eltezarov, Orta Asya Dilleri ve Kültürleri Enstitüsü Müdürü, Səmərqənd Dövlət Üniversitesi, Özbekistan. Akınbek Ergeşov, Cumhuriyet Pedagojik Kadroların Geliştirilmesi Enstitüsü Uluslararası İlişkiler Dairesi, Kırgızistan. Orhan Hasanoğlu, Azərbaycan Kıbrıs Dostluq Dərnəyi Başkanı, Kuzey Kıbrıs Türk Cumhuriyeti.
Alla Büyük, yazar, Qaqauzedi. Murad Toylu, TRT Türkmen Masası rəhbəri, Türkmenistan. Abidcan Şafiyev, Termiz Devlet Üniversitesi Rektör Yardımcısı, Özbekistan. Bora Karasu, İzbilim Koleji kurucusu, İzmir, Türkiye. Doçent doktor Mehman Həsənli, Azərbaycan Milli Elmlər Akademiyası Ədəbiyyat İnstitutu İcraçı Direktoru. Qurucu üzvlərimizi də alqışlayaq. İndi isə icazənizlə fəxri üzvlərimizə və qurucu üzvlərimizə özlərini təqdim eləməsi üçün və qısa ürək sözlərini deməsi üçün söz vermək istəyirik. Amma bəri başdan deyə reglamentimiz 3 dəqiqə. İndi isə icazənizlə sözü dəyərli böyüyümüz Azərbaycan Millət Vəkili Cavanşir Feyziyevə verim. Buyurun Cavanşir müəllim. Təhsillə daha çox bağlı olub, amma bu təhsilin də bir həyatımızda özəl bir rolu var. 91-ci ilə qədər dünyada tək bir bağımsız türk dövləti vardı, o da Türkiyə Cumhuriyyəti. 91-ci ildə Sovet İttifaqından qopan türk xalqlarının yaratdığı türk dövlətləri bu Turan ideyasını növbəti dəfə meydana gətirdi və daha geniş meydana, yəni qlobal meydana gətirdi və o zamandan əlbəttə bu ideyalar sonsuz sayda səslənməkdədir və yayılmaqdadır. Amma eyni zamanda onu da deməliyik ki, Turan ideyası heç də yeni deyildi. Yəni 91-ci ilin ideyası deyil. Əsrlər boyu, min illər boyu bəlkə də, 1000 il bundan qabaq da bizim əcdadlarımız oturub bu necə birgə güc yaratmaq, necə birləşmək yollarını həmişə axtarıblar. Uğurlu zamanlar da olub, uğursuz zamanlar da olub tariximizdə, amma bütün bu çabalar biraz epik, romantik şəkildə Turan adı ilə gəlib bizim dövrümüzə çıxıb. Və düşünürəm ki, bəlkə də minlərlə il tariximizdə ən əlverişli zaman elə bu gündür ki, Türk dünyası doğrudan da vahid bir ideya ətrafında birləşsin və vahid platformasını yaratsın. Bu həm siyasi platforma, həm siyasi əsasda, həm iqtisadi əsasda, mədəni, humanitar əsas öz-özünə təbii olaraq mövcuddur. Və bu yolda əlbəttə çalışan çoxsaylı insanlar var, qurumlar var, təşkilatlar var və bu istiqamətdə mən xüsusilə Beynəlxalq Türk Akademiyasının fəaliyyətini çox dəyərləndirirəm və Qazaxstanda yerləşən Beynəlxalq Türk Akademiyası keçən illər ərzində çox uğurlu fəaliyyət göstərib, özəlliklə Profesör Darxan Qıdıralının ona rəhbərlik etdiyi 10 il ərzində Beynəlxalq Türk Akademiyası doğrudan da Türk dünyası ilə bağlı elmi araşdırmaları çox sayını çoxaltdı və zənginləşdirdi və dünyanın bütün ölkələrindən Türk araşdırmaları ilə məşğul olan alimləri bir yerə toplayıb bir-biri ilə bağlaya bildi. Amma bu da kifayət deyil. Hər bir ölkədə, hər bir bölgədə hətta bu ideya ətrafında aparılan işlər yalnız bizi arzuladığımız nəticəyə gətirib çıxara bilər. Və burada əlbəttə Türk identikliyi məsələsi birinci məsələdir. Yeni doğulan hər bir uşaq, hər bir Türk torpağında doğulan hər bir uşaq öz identikliyini türklüklə bərabər hiss etmirsə, biz bu ideyaya hələ uzun zaman yol getməli olacaq. Və o baxımdan da Bala Bilgə Akademiyasının yaradılması və kiçik yaşlarından bu uşaqlara hardan gəldiyini, onların əcdadlarının kim olduğunu, Turanın nə olduğunu bildirmək, öyrətmək, əlbəttə bu çox böyük bir töhvədir. Turan birliyinin formalaşmasına, yaranmasına və daha hər birimizin həyatında özünü göstərəcək dərəcədə mövcud olmasına. Ona görə mən bu təşəbbüsü çox sevirəm, bəyənirəm və dəstəkləyirəm və bu təşəbbüsü irəli sürmüş Şamil bəyə, Hədəf Liseylər qrupuna da təşəkkürümü bildirirəm. Baxın, bu təhsil hər şeyin başlanğıcıdır və biz hər hansı bir ideyanı təhsil sahəsindən keçirtməsək, onu biz insanların
kafasına heç cürə yerləşdirə bilmərik. Və əlbəttə 30 ildən artıq zaman keçib, amma bizim təhsil, bütün Türk ölkələrində təhsil sahəsində olan islahatlar ideal olmaqdan çox-çox uzaqdır. Və belə bir şəraitdə hədəf liseylər qrupunun təhsilə bir yenilik gətirməsi və gündəlik o bizim alışdığımız dərsləri öyrənməklə bərabər həm də Bala Bilgə Akademiyası çərçivəsində daha fərqli və yeni biliklərə və bizim ideallarımıza xidmət edən biliklərə yiyələnmək üçün belə bir təşəbbüsün irəli sürülməsi doğrudan da türkçülüyün özünə, türkçülük ideologiyasına böyük xidmətdir və bu təşəbbüsün reallaşması münasibətilə mən Hədəf Liseylər qrupunu da təbrik edirəm, Şamil bəy də təbrik edirəm və bütün türkçülük ideologiyasının davamçılarını və onu həyata keçirmək uğrunda mübarizə aparan insanları təbrik edirəm. Sağ olun, diqqətinizə görə. Cavanşir müəllim, indi isə söz verilir Türk Halkları Konseyi Başkanı, Turan Akademiyası eş başkanı, dəyərli böyüyümüz Mehmet Oral bəy. Mahmut Oral bəy, buyurun Mahmut bəy. Sayın Bilgen, hepinizi öncelikle saygı ve sevgiyle selamlamak istiyorum. Türk dünyasının tam önünde, merkezinde Can Azerbaycan'ın Bakü şehrinde böyle ulvi bir görevi üstlenmiş olmanın onuru ve gururu içerisindeyim. Dolayısıyla değerli hocamın da ifade ettiği gibi 2022 yılında İstanbul'da karar verdiğimiz, değerli hocamın önderliğinde ve mihmandarlığında karar verdiğimiz Turan Akademiyası'nı bir A4 kağıdına yazarak orada kabul buyurmuştuk, kabul etmiştik. Ve nasip oldu 8 Ekim tarihinde Kazakistan'ın Almatı kentinde yine Turan Akademiyası'nı Turan Üniversitesi'nin bünyesinde ve değerli hocamın yine mihmandarlığında bu akademiyayı kurmuş olmanın ve bendenizin de eş başkanı olarak bunu Türkiye'ye götürmüş olmanın yine onurunu ve gururunu yaşamaktayım. Hiç şüphe yok ki bunun getirdiği sorumlulukları bilincindeyim. Bu sorumlulukları bütün Türk dünyasına eşit bir şekilde dağıtmak arzumuzdur. Bugün Can Azerbaycan'ın Bakü kentinde meseleyi değerli Bilgem'in de bahsettiği gibi çocuklardan başlatarak bu fikri değerli vekilimin de bahsettiği gibi çocuklardan başlayarak bu bilinci, Türklük şuurunu aşılamak hepimizin ortak görevi olsa gerek. Dolayısıyla ben sözü çok fazla uzatmak istemiyorum. Bu akademiyanın, Bala Bilge Akademiyası'nın bir öncü kurum olarak oluşması ve bu kurumun tüm Türk dünyasına dağılmasını ve oralarda vücut bulmasını canı yürekten arzuluyorum ve hepinizi de saygıyla selamlıyorum. Sağ olun. Rüstem böyle değil. Büyük şair de öyle. Çok büyük şair. Estağfurullah. Teşekkür ederim Firdun müəllim. Aslında bu Türk düşünce adamlarının həmişə Azərbaycanı Türk dünyasının altın körpüsü adlandırmağı təsadüf değil yani. Yani doğrudan da belədir. Bu ideyanın ideya müəllifi belə Azərbaycandan çıxan bir Türk oğludur, Əli bəy Hüseynzadə. Biz bugün Əli bəy Hüseynzadənin, Ziya Göyalpın, Yusuf Aksuranın, Çolpanın ve bu cür adlı adsız çoxlu böyük qəhrəmanların, fikir ve düşünce adamlarının ideyalarının arkasını gelip belə bir yerde toplaşmışıq. Ben həmişə bu fikrimi ifade bir fikrim var benim ki insanın əsl mahiyyəti, həmişə deyirəm bunu. İnsan əsl mahiyyəti sözlərlə ifadə olunmayacaq şeylərdədir. İnsanı təkcə sözlə ifadə etmək mümkün değil.
insanın sözden sonra onun əsl mahiyyətini ifadə edən şey onun gördüyü işlərdir. Gördüyü işlərdir. Şəmil müəllim çox böyük bir iş görüb. Bayaq əlifba məsələsinə gəldik. Mən onu buradakı adamlara bir də xatırlatmaq istəyirəm. Biz bu ortaq əlifbanı qəbul edəndə indiki kimi yadımdadır Firdun müəllim. Mənə gəlir 90-cı ildən başladım bu şeyləri. 90-cı ildən mən bir qəzetdə müdir idim. Firdun müəllimlə oturmuşduq, söhbət edirdik. Firdun müəllim dedi ki, biz axır əvvəl, ay Rüstəm, biz bu ortaq əlifbanı ortaya qoyacaq. Dedim, ay Firdun müəllim, gəl belə edək də, hə? Gəl, Firdun müəllim də çox gözəl bir yazı gətirmişdi. Biz 6 ay Azərbaycan qəzetində bu əlifba ilə bağlı müzakirələr apardıq və 6 ay sonunda Firdun müəllim ortaq əlifbanı hazır şəkildə gətirdi və parlamentə təsdiq elədi. Parlamentə göndərdik və o əlifba elə fikirləşirəm ki, tək başına Firdun Cəllovun işidir. İndi baxıram, o gün baxıram, Firdun Cəllovun adı heç yerdə yoxdur. Heç yerdə yoxdur. Mən sizə söz verirəm, bu axşam öz şəxsi Facebook səhifəmdə bunu yazacağım. Çünki dünənləri baxdım o şeylərə, gördüm yoxdur. Ancaq fərq eləməz ki, yəni biz bu yola ona görə baş qoymadıq ki, uzun illərdir, 30 ildir, 40 ildir ki, adımızı hardasa çəksinlər. Biz bütün ruhumuzla, mən ilk yadımdadır ki, mənim haqqımda ilk rəyi də sən yazmışdın. O vaxt o kitabın əvvəlinə yazmışdın, Turan, ruh sözlərimdə çırpınan ölkə. Turan bir ölkədir, üstündə kölgə. Tilsimi... Mən tanıtmışam bunu. Düzdür. Türk dünyasında ilk mənim haqqımda yazı yazan Firdun müəllim yazıbdı. Hətta nə yazıbdı? O qədər möhtəşəm bir söz yazıbdı. Mən 30 il çalışdım ki, onun o sözlərinə layiq olum. Yazmışdı ki, bir minillikdən, bir əsrdən, bir eradan Türk dilli ədəbiyyatda cəmi cümlətanı o birisi minilliyə, yüzilliyə, eriyə bir dənə şeir aparmaq olar. O da Salam Dar ağacı. Ancaq düz yazmışsan. Nə demək? Nə demək istəyirəm? Əslində bizə yuxu kimi gələrdi də bu şeylərin hamısı. Artıq Turan adlı şəhər var, Turan Akademiyası var. Bakının mərkəzində oturub biz çocukların bir akademiyasını qururuq, adı Turanı. Çox möhtəşəm bir şeylər. Mən bir şeir oxuyaram, yaxşı, mən şeir oxuyum. Mənim əlimdən nə gələr? Ancaq şeir oxumaq gələr. Elədir, Bozqur şeirini oxuyacağım. Ancaq mən şeir oxuyanda gələ ayağa duram da. Şair yuxusuna gül çiçək girər, yenər yuxusuna göydən mələklər. Üzr istəyirəm, bu şeirin yazılma tarixi 1984. O vaxt nə Türkiyədə və nə bütün Türk dünyasında Bozqurd anlayışının müfik anlayış, ancaq akademisyenlər bilərdi. Hətta mənə burada bu şeir çap olunanda Firdun müəllim verir. Hətta bizim ən böyük xalq şairləri, akademiklər mənə dedi ki, sən çox böyük şairsən, ancaq bu qurt nədir, burada şeir yazırsan. Ada yazdım. Şair yuxusuna gül çiçək girər, yenər yuxusuna göydən mələklər. Yuxumda nə gördüm, onun uzundan nə çəkdim, ilahi, ilahi bilməyəcəklər. Hər gecə yuxularımda çadırı dağılmış, ocağı sönmüş, Tanrı qarğışı ilə taleyi dönmüş, taleyi dönəndən qəm səhrəddinin bir ucu gün batan, bir gün doğan, dağından, daşından, adamlarından, hətta otundan da qəriblik yağan. Qara torpağına nə toxum əksən, yenə də baharda ayrılıq bitən. Bölünə yox olub bitən sevgili bir yurt, sevgili bir yurt hər gecə yuxularımda. Hər gecə yuxularımda üzü mavi, gözü göydən daha mavi, ağzı ateş kimi bir qurd və sevgili bir yurt. Hər gecə yuxularımda üstümə qəm gələr əcdahalar gək. Yuxumda bir ağız qurdular keçər, nədənsə həmişə yuxularımdan önündə qurt gedən ordular keçər. İndi gizli gəlir yuxuma bir vaxt, ulaşa ordular basan, uluslar, bəy göllər, göysələr səni
Məndən soruşurlar, Bozqurd, hardasan? Gəl mavi işıq təkələn başımdan, gəl çıx uğruma qaba ağac tək. Məni bu yuxudan alıb getməyə qaraquş oyunlu bozatlar üstə gözündən od yağan övladlar gərək. Eşidirsinizmi? Qara qazılıq atların kişnərtisi gəlir misralarımdan. Nə olsun səsimə yox qulaq asan, arxanca getməyə hazır durmuşam. Səni səsləyirəm, Bozqurd, hardasan? Hər gecə yuxularımda üzü mavi, gözü göydən daha mavi, ağzı ateş kimi bir qurd və sevgili bir yurt. Hər gecə yuxularımda. Təşəkkür ederim. Şəmim abi, sənə də çox böyük təşəkkür edirəm. Sən böyük işlər görürsən. Çox böyük işlər görürsən. Yəni, həm də məsələ bu boyda ziyalını bir yerə yığmaq, onları görüşdürmək, bunlar gələcəkdə nağıla çevriləcək şeylərdir. Sən də bu nağılın baş qəhrəmanısan və mən elə fikirləşirəm. Olacaq günlərin, indi bu nağıl deyənlərin göydən düşən almalardan o nağıl deyənlərin heç birinə çatmır. Ancaq bir gün çatacaq və o nağıl baş qəhrəmanı da sənsin. Sağ ol. Çox sağ olun Rüstəm müəllim. İndi isə söz verilir Turan Üniversitesi'nin rektör yardımcısı, Turan Akademiyası'nın başkan yardımcısı Profesör Doktor Gülcana Tayıbova. Buyurun Gülcana Hanım. Değerli Şamil Bey, kurucumuz, değerli hocalarımız, başkanlarımız, çok güzel bir tertibin içerisinde bulunuyoruz. Aslında bu Turan Akademiyası ideyasını Rahman hocamızın önderliğinde biz zaten 5 sene neredeyse bu fikir ile yanıp tutuşuyoruz. Sonunda kurduk. Bunu da devamını Şamil Bey getiriyor. Çocuklara hitaben de kurmuş bulunuyoruz. Hayırlı olsun. Şimdi aslında benim de şahidi olduğum bir olay vardı. Amerika'dayken Kızılderililerin, hocamız biraz önce ortak yönlerimizden bahsetti. Kızılderililerin kurultayına katıldım. New Mexico eyaletinde onların davetlisi olarak ve 105.000 Kızılderili toplandı Albuquerque şehrinde ve onların içerisinde tabii bizimle alakası olanını bilen var, bilmeyen var. Zuni tayfası üyeleri mesela kendilerini Türklerle bir işbirliğine hiçbir şekilde kabul etmiyorlar. Kendilerini Meksika tarafından görüyorlar. Ama Navajo işte başka tayfaların temsilcileri tabii bazı şeyler duymuşlar. Onları işte Türk dünyasına kazandırmak için Rahman hocamızın bir girişimi oldu. Kazakistan'da ve bütün Kazakistan'daki üniversitelere Kızılderililerin öğrencilerini getirmek, öğrencilerini getirmek, onlara bizim kültürümüzü yakından tanıtmak için de girişimleri oldu. Dolayısıyla hani her şey çocuk yaşında ezberleniyor, çok güzel kavranıyor ve benimseniyor. Dolayısıyla yani Turan Balabilge Akademiyası'nın kurulması gerçekten ilerideki Turan ekolünün, dün tartışmıştık, Turan ekolünü kuralım diye. Turan ekolünün oluşması için çok güzel bir adım. Hayırlı olsun. Çok teşekkür ederim. Sağ olun. Çok sağ olun Gülcan Hanım. Başkan yardımcılarıyla devam edirik. İndi isə söz verilir Turan Balabilge Akademiyası'nın başkan yardımcısı Nəsib Aydın Okullarının müdürü değerli Mirkan Bey. Teşekkür ederim. Sayın Rektörüm, Sayın Rektör Yardımcım, Sayın Başkanım, Türk coğrafyasının farklı bölgelerinden gelen değerli fikir insanları, değerli sanatçılar, değerli hocalarım, değerli siyasetçiler. Bugün ikinci memleketim Bakü'de Turan Balabilge Akademisi'nin kuruluş toplantısında yer almaktan ve başkan yardımcılığı görevini üstlenmekten dolayı büyük bir şeref duyuyorum. Gerçekten benim için gururla taşıyacağım, ciddiyetle takip edeceğim, ciddiyetle çabalayacağım
önemli bir görev üstlenmiş bulunuyorum. Şamil Hocama bu güzel organizasyona ev sahipliği yaptığı için, bu güzel yola benim de girmeme vesile olduğu için hasreten teşekkür ediyorum. Gerçekten çok önemliydi benim için. Türkiye'de Nesibe Aydın okulları 20 ilde okulları bulunan, 30 ilde kursları bulunan, Türkiye'nin 40 yıllık eğitim tarihinde, geçmişinde önemli izler bırakan bir eğitim kurumu. Bundan sonraki çabamız Türk coğrafyasındaki tüm öğrencilerin ortak projeler geliştirmesi, ortak kültürü, ortak dili yaşatmaları için birlikte çalışmalar yürütmek olacak. Bunun içerisinde Ankara'da, Antalya'da yapacağımız kısa vadede çalışmalarımız olacak. Bir de şunu ifade etmek istiyorum son olarak. Buradaki kıymetli Hazirun'u Ankara'da ağırlamaktan dolayı çok büyük onur duyacağımı ifade etmek istiyorum. İnşallah bir sonraki toplantımızı bizim ev sahipliğimizde gerçekleştiririz. Burada olmaktan dolayı tekrar çok memnun olduğumu ifade ediyorum. Hepinize saygılar sunuyorum. Teşekkür ederim. Teşekkür ederim Mirkan Bey. İndi ise söz verilir Kazakistan Halklar Asambleyası Başkan Yardımcısı Rasul Ahmetova. Buyurun Rasul Bey. Herkes burada görmekten çok şadam. Şamil Bey çok sağ olun. Emeğinize sağlık. Doğrudan biz Kazakistan'da tanıştık. Turan Akademisi'nin, Turan Üniversitesi'ndeki Turan Akademisi açılmışında. Tabii ki bizim büyüklerden sonra konuşmak çok zor. Biz daha çok siyasetçiler böyle toplantılarda güzel ortamda daha çok dinleriz bizim akademisyenleri, bizim şairlerimizi. Elbette Rahman Alşanış burada konuşmasını yaptı. Ben özür dilerim burada yani biraz geç kaldım. Bugünkü tarihi bir bizim görüşmemiz hem de bu kararımız yani Çocuklar Akademiyası'nın açılışının zamanında ne kadar doğru olduğunu da biz inşallah göreceğiz. Yani yakın zamanda elbette ki bizim de Cumhurbaşkanımız, yani tüm Türk dünyasının, Türk devletlerinin Cumhurbaşkanları her zaman çok büyük gençlere önem verirler, gençlerin terbiyesine. Bu da çok büyük bir işti. Ona göre biz de kendi adımızdan birinciden tebrik ederiz, ikinciden de Türk hem Çocuklar Akademisi'ne hem de Türk Akademisi'ne bir de Türk dünyasına başarılar diliyorum. Var olun, elinize, emeğinize sağlık. Her zaman böyle yükseklerde bulunalım inşallah. Çok sağ olun. Rasul Bey, fəxri üzvlərimizlə davam edirik. Olaylar Haber Ajansı Baş Direktoru Yunus Oğuz'a söz verir. Teşekkür ederim Şamil Bey. Burada bütün üzvləri təbrik eləyirəm. Çoxdan gözlədiyimiz bir hadisə baş verdi. Bir gün, mən bunu 20 il bundan qabaq yazmışam Nadir Şah'da. Nadir Şah Hindistanı, Dehlini alanda Nizam el-Mülk gəlir. Deyir, Nizam el-Mülk, Turan yaradıram. Və Nizam el-Mülk deyir ki, nə ilə yaradırsan Turanı? Deyir, əskərlərimlə. Deyir, Turanı elə yaratmazlar. Turanı elimlə yaradarlar. Birinci ideyadır. Birinci ideyadır. Və Şamil Bəy, sizə təşəkkür edirəm və tərifli olmasın, Əmir Teymur'dan bir misal çəkəcəm sizə. Əmir Teymur, o da Hindistana gedəndə, Heratda Tuz kəndindən əsirləri gətirirlər, o Səmərqəndə göndərir. Görür, cılız bir adam var. Deyir, sən kimsən? Deyir ki, mən Daşyonanam. Evinə qayıtmaq istəyirsən? Deyir, niyə qayıtmaq istəmirəm? Deyir, onda sənə bir sual verəcəm. Əsl sənətkar kimdir? Deyir, mən Daşyonanam. Deyir, tapmadın, Səmərqəndə gedəcəksən. Və yadında saxla, deyir, həmin kişiyə, ustaya. Deyir, əgər əlinlə işləyirsənsə, fəhləsən. Əgər əlinlə, ürəyinlə işləyirsənsə, sənətkarsan.
Əgər əlin, ürəyin, beyninlə işləyirsənsə, əlinlə, ürəyinlə işləyəndə ustasan. Əlinlə, ürəyinlə, beyninlə işləyəndə sənətkarsan. Şamil bəy, sən həm əlinlə işləyirsən, həm ürəyinlə, həm də beyninlə. Çox sağ olun, təbrik edirəm. Yunus bəy, indi isə qurucu üzvlərimizdən Dünya Gənc Türk Yazarlar Birliyi Danışma Kurulu Başkanı, dəyərli dostumuz Əkbər Qoşalıya sözü verirəm. Çox sağ olun, hörmətli başqanlarımız, xocalarımız. İlk növbədə mən də hörmətli Şəmil Sadıq Xocaya ürəyindəki arzuları ilk öncə öz heyətinə, sonra Azərbaycana və nəhayət Türk dünyasına şamil etdiyi üçün sadiq bir şəkildə Türk dünyasının ortaq keçmişindən ortaq gələcəyinə gedən yolda yürüdüyü üçün qardaş məhəbbətimi, sevgilərimi, sayğılarımı yetirirəm. Əlbəttə onun könül dostları, onun çiyindaşları, yol yoldaşları, böyükləri və kiçikləri ilə bir yerdə mübarək bir yol olduğunu fərqindəyik və nə gözəl ki bugün həm burada bala bilgələrdən danışırıq, həm də akademizm gəlir məsələlərə, münasibətə. Məndən öncəki hörmətli natiqlərimiz də vurğuladığı kimi Türk dövlətləri ilə, Türk xalqları ilə bağlı, ortaq keçmişdən ortaq gələcəyə gedən o yolumuzla bağlı müxtəlif demək kateqoriyalar qabardılıbdır. Məsələn, Turana qılıncdan daha kəskin ulu qüvvət, yalnız mədəniyyət, 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 ulu Cavidin sözləridir. Eyni zamanda elmlə bağlı Yunus bəyin bayaqki vurğusu əlbəttə haqq edir. Ortaq dil, ortaq əlifba bunlar ilə həm də mədəniyyətə girir. Ancaq deyək ki, bu günlərdə bizdə Qəbələdə keçirilən Türk dövlət başçılarının növbəti zirvə görüşündə, Türk Dövlətlər Təşkilatının növbəti tədbirində artıq ortaq hərbi güc və ortaq demək tətbiqatlar barədə dövlət başçımız Müzəffər Ali Başkomandanımız öz təşəbbüsləri ilə çıxış etdi. Habelə orada bir sıra digər qərarlarla yanaşı qardaş Türkiyənin Cümhurbaşqanı ortaq əlifba ilə çıxmış kitabları, ilkin kitabları nümayiş elətdirdi. Demək ki, biz bütün əməli fəaliyyət sahələri üzrə həm ictimai planda, vətəndaş cəmiyyəti institutları xətti ilə, həm də ən yüksək səviyyədə dövlət qurumlarımız səviyyəsində bəlli bir məsafəni aşmışıq. Bugün ictimai fikirdən, təhsil sektorundan, elm sektorundan Şəmil bəyin və onun dava arkadaşlarının timsalında, qardaş ölkələrdən olan hörmətli aydınlarımızın və böyüklərimizin timsalında daha yeni bir mərhələyə keçid ərəfəsindəyik. Bu günümüz qutlu olsun, işləriniz avand olsun, Türkün bayrağı həmişə ucu olsun. Təşəkkür edirik Əkbər bəy. Qurucu üzvlərimizlə davam edirik. Eduka Şirkətlər Qrupunun kurucu müdürü Kadir Özer, Türkiye. Buyurun Kadir Bey. Hepiniz hoş geldiniz. Öncelikle bu Turan Bilge, Bala Bilge Akademisi'nin kuruluşunda bizleri bu organizasyona layık gören, bizleri Can Azerbaycan'a davet eden Doktor Şamil Sağ'da teşekkürlerimi bildiriyorum. Dün gece zihnimde duygu ve düşüncelerimi aslında kaleme döktüm. Müsaade ederseniz duygu ve düşüncelerimi sizlerle paylaşmak istiyorum. Kutlu Bilge'nin durağına hoş geldiniz. Turan Bala Bilge Akademisi ailesi olarak bilgeliğin izinde yürüyeceğimiz bu anlamlı yolculukta sizleri sevgi ve saygıyla selamlıyoruz. Kadim bilgenin çağdaş yansımalarını keşfedeceğimiz, düşünce ve irfan dünyamızı birlikte zenginleştireceğimiz nice verimli paylaşımlara vesile olmasını diliyorum. Kadim bilgeliğin çağlar ötesinden süzülüp geldiği bu topraklarda bir çınar gibi kök salan düşünceye selam olsun. Turan Bala Bilge Akademisi'ni kuran eller, düşünceyi eyleme dönüştüren, yüreklere ne kadar şükran duysak azdır. Sizler ki bilgeliğin sadece saklanan değil, paylaşılan bir hazine olduğunu bize yeniden hatırlattınız. Düşüncede bir umut, her adımda bir ışık var bu yolun temel taşlarında. Turan Bala Bilge Akademisi sadece bir öğrenim mekanı değil, aynı zamanda ruhun ve aklın buluştuğu bir kutsal alan olacak. Bu güzide akademi, bozkırın ortasında açan bir çiçek gibi beklenmedik bir güzellik ve ilham kaynağı oldu bizler için. Bilgeliğin ve hoşgörünün kararlı ve istikrarlı adımlarıyla
kültürümüzün ve dilimizin derinliklerine bir nehir gibi akacak. Her bir paylaşım geçmişin bilgeliğini geleceğin vizyonuyla birleştirecek. Yolunuz açık, ilhamınız bol, ömrünüz uzun olsun. Attığınız her tohum binlerce filiz verecek ve sizin başlattığınız bu bilgelik ateşi nesiller boyu yanacak. Unutmayınız, dünya selamete bizim medeniyetimizle kavuşacak. Var olunuz sevgi ve saygılarımla. Çox sağ olun Kadir bəy. İndi isə söz verilir Əlişir Nəvai adına Daşkənd Dövlət Universitetinin nəzdində Akademik Liseyin müdürü Bekcan Adizova. Buyurun Bekcan bəy. Assalomu alaykum yana bir bor. Çok teşekkür ederim. Barchangizni qutlayyorum. Bugungi konferensiyaga taklif qilganingizdan juda ham minnatdorman. Shomil bey, bugungi Turan Balabilgi Akademiyasini ochilishi bilan va bu akademiyaga muvaffaqiyatlar, omadlar tilab qolaman. Yoshlarimiz, o'quvchilarimiz o'rganishsin. Xorijiy tillarni, ingliz bo'ladimi, fransuz bo'ladimi, boshqa. Bu til bilmak, xorijiy tilni bilmak juda ham yaxshi. Lekin o'zini, turkiy tillarini va tarixini bilish bu juda ham zarur. Sababi o'z tarixini, o'z qardosh xalqlarini va bir tilda yuqorida aytib o'tganingizdek tarjimasiz bir-birini tushuna bilmak va o'z ona tilida to'liq so'zlashni va fikrlashni, ijod qilishni bilishi bu juda ham yaxshi deb bilaman. Va so'zim yakunida Abdulla Qodiriyning O'tgan kunlar asarida bir jumla bor. Moziyga qaytib ish ko'rmoq xayrlidir deydi. Bu akademiya ham va turkiy tillar tarixini, tillarini bir tilga jamlash ham xayrli bo'lsin deb qolaman. Rahmat so'z berganingiz uchun. Çox sağ olun Bekcan bəy. Urfa Bahçeşehir Kolejinin kurucusu Esum Aslan. Buyurun söz sizindir. Kıymetli Hazirun, davetiniz için çok teşekkür ediyorum ve bu yapının içinde olmaktan gurur duyuyorum. Aslında yaptığım iş benim kuruculuk değil, daha önemsediğim ve kendi kimliğimi tanımladığım bir tarafım var. Ben Türk Dili Edebiyatı öğretmeniyim. Yüksek lisansım ve doktoram da eski Türk Edebiyatı alanında, yan dalım Osmanlıca. Dolayısıyla kendi dilini mütefekkir düzeyinde değil ama araştırmacı düzeyinde yıllardır çalışan bir neferim. Öyle deniyor değil mi, nefer? Tarihte mütefekkirler fikirleri ortaya koyar. Ancak ortaya koyulan fikirler ve idealar ancak erken yaştaki çocukların da bunun farkında olarak büyümesiyle kabul edilir. Ülküyü, ideayı ortaya koymak önemlidir. Ancak çocukları bu ülkü ve idea çevresinde birleştirebilmek, onları yetiştirebilmek bu fikir ve ideadan daha kıymetlidir. Çünkü gençler ortaya koyulan fikri kabul edip, onu hazmedip hayat biçimi haline getirdiğinde bu ülkü ve idea yaşam biçimine dönüşür, birleştirici unsur olur ve fikirler birlikteliklere dönüşür. Başta Şamil Bey olmak üzere, evet, kıymetli mütefekkirler bu ideayı ortaya koydu. Şamil Bey bununla ilgili elini taşın altına koydu ve görüyorum ki heyette çok kıymetli hocalar bu fikirle ilgili bu ideayı desteklemek için sürekli bir tefekkür halinde ve fikir üretiyor. Bence Mirkan Bey'in söylediği Türkiye açısından çok kıymetli ve sanıyorum ki Hedef Lisesi de Azerbaycan'da bunu yapacak. Erken çocukluk dediğimiz 0-6 yaş aslında dil bilgisinin, ülkünün, ideolojinin, edebin, ahlakın oluştuğu yer ve bence bu iki kıymetli birliktelikle içinde bulunduğum ve yönetiminde olduğum için de gurur duyduğum bu davetin sebebi olan Kadir Özer'e de ayrıca teşekkür ediyorum bu yapı içinde olmamı sağladığı için. Bence bu birliktelik Balabilge
Akademisiyle idea ve ülküden, mütefekkirlerin ortaya koyduğu idea ve ülküden bir birlikteliğe dönüşecek. Umarım naçizane küçücük katkılarım ama sizlerin çok büyük katkılarıyla hedefine ulaşan çok güzel, yolu uzun bir birliktelik olur. Çok teşekkür ediyorum. Daha fazla vaktinizi almayayım. Herkes hoş geldi. İyi ki buradayız. Teşekkür edirik. İndi isə söz verilir Azərbaycan Milli Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun icraçı direktoru, doçent doktor Mehman Həsənliyə. Hörmətli Şəmil müəllim, hörmətli bu müqəddəs deyək də bir günün həm qurucuları, həm şahidləri. Bayaq Şəmil müəllim bir yaş xatırlatdı ki, mənim 47 yaşım var və özünə qədərki mərhələ, yəni bu mübarizədə, deyək, bu çalışmada mərhələ və bundan sonra görəcəyimiz işlər. Firdun müəllim, Rüstəm müəllim bunu biraz 80-lərdə, 90-larda bu mübarizənin tarixindən bəhs etdilər. Cavanşir müəllim də qeyd etdi ki, bu min illər boyu davam edib. Həqiqətən də məsələn biz Mahmud Kaşqarinin lüğətinə baxanda onun yazdıqları, Yusif Xasacı sonra Qərbi Türkistanda Əhməd Yasəvilər, sonra Əlişir Navainin böyük mübarizəsi, bu doğrudan da Turan uğrunda, Türk dünyası uğrunda bizim min illər boyu apardığımız böyük mübarizə var. Amma bu çox böyük sevindirici bir hal ondan ibarətdir ki, şəxsən mənim də qeyd edim ki, 36 yaşım var və bir 18 ildə bu ideyanın nə qədər irəliyə getdiyini, nə qədər təkmilləşdirdiyini, nə qədər bizim arzularımızın get-gedə reallığa çevrildiyini, yəni gənc yaşımızda bizim görmək xoşbəxtliyinə nail olmuşuq. Mən düşünürəm ki, bugün də həmən onun tərkib hissəsidir. Turan Balabilgə Akademiyasının qurulması bizim böyüklərimiz də bunu daha da məncə dəqiq deyə bilərlər ki, 20 il bundan öncə bir çox böyük bir arzu, bəlkə də əlçatmaz bir arzu ola bilərdi, amma bugün artıq bu bir reallıqdır. Mən bu akademiyanın qurucusu və bu ideyanın müəllifi Şəmil Sadığa və bugünkü qonaqlarımıza hər birinə təşəkkür edirəm. Arzu edirəm ki, bu akademiyadan Türk dünyasının böyük araşdırmalara, Nobel aparan alimləri yetişsinlər, çıxsınlar və onlar Türk dünyasını dünya miqyasında təmsil etsinlər. Təşəkkür edirəm, sağ olun. Sağ olun Mehman müəllim. Qurucu üzvümüz Turan Yazğan Vakfının başqanı Közxan Yazğan səhhəti ilə bağlı iştirak edə bilmir. Onun nümayəndəsi Atatürk Liseyinin müdür yardımcısı Samir Turan buradadır. Samir müəllim, buyurun. Hər kəsi salamlayıram. Dəyərli başkanımız, sayın okul müdürlərimiz, bizim əski eğitim bakanımız bu işe könül vermiş. Hər kəsi salamlayıram. Türk Dünyası Araştırmalar Vakfı 1982. ildə kurulub, amma ondan sonra Sovyetlərdən sonraki Türk Cumhuriyetlərində okullar, fakültələr, universitetlər açmaqla uğraşıb. Neredeyse Türk devletlərinin hepsində okullar açıb. 92 sənəsində Türk Dünyası Atatürk Lisesini kurulub vakfımız. Vakfımızın başkanı Profesör Doktor Turan Yazğan olub. Eğitim Camiası, Türk Dünyası Camiası bilir. Kösən bəyin öncəliklə salamlarını çatdırmaq istəyirəm. Çox arzusu və istəyi vardı burada. Siz dəyərli Turan Balabilgə Akademiyasının qurucularından bir yerdə olmağı çox istiyordu. Amma sağlığıyla, səhhəti ilə ilgili gələmədi. Biz də başarılar arzuluyoruz və Mehman bəyin dediği kimi biz gənclərin hep hayaliydi. Biz bu arada Mehman bəylə biz də üniversitede öğrenci olarken bir yerde tanışıp Türk dünyasıyla bağlı çalışıyorduk. O 18 ildir neredeyse birbirimizi tanıyoruz ve bugün burada karşılaştık. Demek ki bu Türk dünyası yolu Türkistan'dan başlayıp, Türkiye'den başlayıp, Azerbaycan'dan başlayıp ama bence Turan'da birleşecek. Hepinize uğurlar, başarılar diliyorum. Sağ olasın. Təşəkkür edirik Samir bəy. Bugünkü tədbirimizdə dəyərli qonaqlarımız iştirak edir. İcazənizlə onlara da söz verim. Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun direktoru, Filologiya elmləri doktoru, dosent Hikmət Quliyev. Buyurun Hikmət müəllim. Çox təşəkkür edirəm. Hörmətli Şamil müəllim, dəyərli qonaqlar, əziz həmkarlar,
Əziz Türk dünyası sevdalıları. Əlbəttə belə bir tədbirdə, belə bir başlanğıcda iştirak etmək mənim üçün də çox belə bir həyatımda bir əlamətdar gündür və bizdən öncə qeyd olunan fikirlər, Türk dünyası Turan uğrunda aparılan mübarizələrlə bağlı deyilən fikirlər əlbəttə ki, bir hissəsinin şahidi olmuşuq, bir hissəsini də kitablardan, filmlərdən, digər resurslardan dinləmişik. Amma zaman o zamandır ki, artıq 2024-cü ildə cənab prezident özünün and içmə mərasimində açıq şəkildə ifadə elədi ki, Türk dünyası bizim ailəmizdir. Və bugün Türk Dövlətləri Təşkilatı müxtəlif platformalarda və Türk dünyasının müxtəlif ölkələrində bu birliyi, bu ideyanı və bu gələcəyi addım-addım qururlar. Və bayaq bizdən öncə dəyərli Əkbər müəllim də qeyd elədiyi kimi Qəbələ şəhərindəki sonuncu tədbirdə artıq ortaq türk əlifbası ilə olan kitablar da təqdim olundu. Təbii ki, bu Turan Bala Bilgə Akademiyasının qurulması da işin lap belə kiçik yaşlardan, kiçik dönəmlərdən başlayaraq o ideyaya doğru gedən yol üçün gözəl bir platformadır və ad da çox gözəl addır. Bala da bizim addır, Bilgə də bizim addır. Bunun seçimi də alqışlayıram ki, bu adlar da tam bir türk adlarıdır. Bu da bizim üçün dəyərlidir. Əlbəttə bu yolda mən folklorşünas kimi deyirəm, bu yolda bu əlaqələrin, bu mədəni körpülərin qurulmağında ən böyük dəyərlərdən biri də folklor dəyərləridir ki, türk dünyasını birləşdirən Dədə Qorqudu, Koroğlunu, Molla Nəsrəddini, Oğuz Qağanı bir araya gətirən folklor dəyərləridir ki, biz həm intellektual platformada, həm də o bizim etnik, milli, kollektiv yaddaşımız platformasında bu dəyərləri yaşatmalı, ötürməli və araşdırmalıyıq. Bu mənada Turan Bala Bilgə Akademiyasının hədəfləri içərisində həm o dəyərləri yaşatmaq, həm də o dəyərləri öyrənmək, araşdırmaq və gələcək nəsillərə çatdırmaq missiyası dayanır. Başda Şamil müəllim olmaqla bütün bu ideyanın, bu akademiyanın qurulmasında rolu olan bütün üzvləri, bütün qurucuları təbrik edirəm və uğurlar arzu edirəm. Sağ olun. Çox sağ olun Hikmət müəllim. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi Metodiki və İxtisasartırma Mərkəzinin İctimaiyyət Əlaqələr Şöbəsi İnformasiya Təminatı Sektorunun müdürü Fariz Yunusli. Buyurun Fariz müəllim, söz sizindir. Mən də hər birinizi salamlayıram. Xoş gördük. Çox qısa fikirlərimi bildirim. Bizim mərhum şairimiz Rəfiq Zəkə Xəndan yazırdı ki, məncə hər türk çocuğu bilməli türk olduğunu, bilməsə bilməyəcəkdir o böyük olduğunu. Böyük olmağı bilmək üçün ilk növbədə özünü bilməlisən. Özünü bilməyən etnik mədəni sistemindən bixəbərlər böyük olduğunu bilə bilməzlər. Ona görə də Turan Bala Bilgə Akademiyasının yaranmasını bu mənada çox kutsal addım hesab edirəm. Və son illərdə konkret olaraq bu son 2 ildə türk dünyası ölkələri ilə Azərbaycanın mədəni əməkdaşlığının necə sürətlə inkişaf elədiyini, necə möhkəm təməllərin qoyulduğunu görürük. Möhtərəm prezidentimizin ortaya qoyduğu xətt üzrə təkcə ötən il və bu il Qazaxıstanda, Özbəkistanda, Qırğızstanda Azərbaycan mədəniyyət günlərinin keçirilməsi, eyni zamanda qardaş ölkələrin Azərbaycanda mədəniyyət günlərinin dinamik şəkildə keçirilməsi bu əlaqələr üçün, bu xalqların birliyi üçün, bərabərliyi üçün çox mühüm addımlardır və gələcəyə böyük ümidlər yaradır. Bu layihəni də çox uğurlu hesab edir. İnşallah onun bəhrəsini çox da uzun olmayan zamanda görəcəyimizə ümid edirəm. Mübarək olsun, bu işdə əməli olanlara təşəkkür edirəm. Şamil müəllim başda olmaqla xeyirli uğurlu olsun. Təşəkkür edirəm.
Çox sağ olun. Biz də təşəkkür edirik. Biz onlayn qoşulanlar var. Onlara çıxış etmək istəyirlər. Yəni qısa zamanda onlara da qoşulacaq inşallah. İndi isə icazənizlə təltif etmə hissəsinə keçək proqramımızın. Turan Bilgəsi mükafatının təqdim olunması üçün Turan Bala Bilgi Akademiyasının başqanı Şəmil Sadiqi biz kürsüyə dəvət eləyək. Çünki Turan Bilgəsi nominasiyasının ilk qalibi, ilk mükafatçısı Turan Universitetinin rektoru, Turan Akademiyasının başqanı hörmətli Rahman bəydir. Nominasiyası verdik. Məncə sizlərə də sürprizimiz var. Rahman hocam, kutlu olsun. Bu Tuz, Orxan Yenisey yazıtları, Turan Bilgəsi. Sevgili Turan Harekatının üzvləri, adətən bir idmançı deyək ki, bir dəfə dünya çempionu olur, sonra ikinci dəfə dünya çempionu olanda deyirlər, 2 qat dünya çempionu. Bir 30 il bundan qabaq Türk ocaqları mənə bilgə şanı veriblər. Deməli, bu artıq mən 2 qat ona görə təşəkkür edirəm. Təşəkkürlər, çox sağ olun. Buyurun. Təşəkkür edirəm. Bir də əziz üzvlərimiz, mən buradan izahımı verim, burada yoldaşlar icazə versinlər. Biz hamınıza duz hazırlamışıq. Bu Naxçıvanın daş tuzudur. Olanlar bilir, olmayanlar üçün, bilgisi olmayanlar üçün deyim. Naxçıvanda duz dağları var. Bizdə atasözü var. Deyir ki, səni görüm duz dağına dönəsən. Yəni bitməyib, tükənməyib, sədaqətin azalmasın. O baxımdan simvolik olarak biz bu duzu ve üzerinde Azerbaycan'ın bütün xəritəsini nəzərə almış olduq. Gökhan Bey sizə veririk, sonra biz qonaqlarımıza. Devam etmektedir, zaman hızla geçmektedir. Geleceğe yönelterek günde bir günler sönmesin. Kaldır hadi nerede başın gördüğün için dokulasın. Turan oğlu uyumasın, bayrağımız yıkılmasın. İnci Sadıkova, bilinmeyen okudum. 10. sınıf şagirdi, yaradıcılıq bölməsinin rəhbəri. Şəhla Sankişiyeva, 9. sınıf şagirdi. Özləri deyəcəklər, buyur. İbrahim Əzizli, Araz Vəlizadə, Əli Mirzəliyev, Abbas Abdullazadə, Murad Həsənli. Zəhmət olursa səhnəyə yaxınlaşın. Salam, mən Hədəf Liseyi 10-cu sinif şagirdi. Turan Bala Bilgi Akademiyasının Kimya, Biyologiya və Həyat Elmləri üzrə sahəsinin lider şagirdi Araz Vəlizadə. Sahəmizin dahilərindən Dimitri Mendeyevin dediyi kimi, cədvəldə boş üzərə yoxdur, sadəcə tapılmamış elementlər var. Biz də Azərbaycan kimyaçısı Yusuf Məmmədəliyevin yolu ilə bu elementin axtarışındayıq.
Salam, bütün qonaqlarımızı salamlayıram. Hər vaxtınız xeyirli olsun. Mən Xəmşiyeva Şəhla, Hədəf Liseyinin 9-cu sinif bala bilgəsiyəm. Eyni zamanda Turan Bala Bilgi Akademiyasının fizika və texnologiya bölməsi üzrə lider araşdırmacı şagirdiyəm. Burada olmaqdan həqiqətən çox qürur duyuram. Fizika elminin ən böyük dahilərindən biri olan Albert Einstein'in də dediyi kimi, təxəyyül bilikdən önəmlidir. Biz də öz təxəyyülümüzün məhsullarını göstərmək üçün buradayıq. Təşəkkür edirəm. Salam, mən Murad Həsənli, Hədəf Liseyinin 8-ci sinif şagirdiyəm. Eyni zamanda Turan Bala Bilgi Akademiyasının lider şagirdi, maliyyə və biznes üzrə lider şagirdiyəm. Və onu demək istəyirəm ki, bilik üçün xərclənən xərc heç vaxt itki deyil. Salam, mən Hədəf Liseyinin 10-cu sinfinə təhsil alan Turan Bala Bilgi Akademiyasının yaradıcı yazarlıq üzrə araşdırmacı lider şagirdi İnci Sadıqova. Bütün şərq dünyasının daisi Nizami Gəncəvdən ilhamlanaraq demək istəyirik ki, elm insanın zinətidir. Zinətiniz bol olsun. Salam, mən Hədəf Liseyinin 10-cu sinifdə təhsil alan Turan Bala Bilgi Akademiyasının tarix və mədəniyyət sahəsi üzrə lider və araşdırmacı şagirdi Abbas Abduzadə. Dahi şəxsiyyətlər bildirmişdir. Konfütsi, elm özü bir işıqdır. Sokrat, heç nə bilmədiyini bilmək, bilik yolunda bir başlanğıcdır. Aristotel, təhsilin kökü acı, meyvəsi şirindir. Əl-Fərabi, təhsil insanı kamilliyə aparır. Təşəkkürlər. Salam, mən Hədəf Liseyinin 10-cu sinifində təhsil alan Turan Bala Bilgi Akademiyasının süni zəka və data elmləri üzrə araşdırmacı lider şagirdi Əli Mirzəliyev. Əgər kainatı anlamaq istəyirsinizsə, enerji, tezlik və titreşim haqqında düşünün, deyə Nikola Tesla bildiribdir. Salam, mən Hədəf Liseyinin 10-cu sinifində təhsil alan Turan Bala Bilgi Akademiyasının lider şagirdi və riyaziyyat və analitik düşüncə üzrə araşdırmacısı İbrahim Əzizli. Ümumi liderimiz Heydər Əliyev bildirmişdir. Elm və təhsil hər bir xalqın inkişafının əsas amilidir. Ona görə də biz uşaqlar təhsil almalı və elmə yönəlməliyik. Mən bir vurğuluyum. Bu gənclər, məsələn, yadımda qalanları deyirəm. Abbas keçən il Azərbaycan Olimpiyadasında, Respublika Fənn Olimpiyadasının bürüc medalçısıdır. Şəhla keçən il Fənlərin Dostluğu Olimpiyadasının Qızıl Alma mükafatçısı olaraq birinci yerə. Düz dedim, Türk İntegrasiya Olimpiyadasının qızıl medalçısı, yəni Qızıl Alma bizim orada kubokumuzuydu, onu qazanmışdı. Və digər hər birinin həm olimpiyadalarda, həm elmi araşdırmalarda, həm öz sahələrində çox maraqlı yanaşmaları və aktivləri var. O baxımdan mən elə icazənizlə hörmətli Mahmud bəyi, Firidun Özamı, Cavanşir Özamı, Rüstəm bəy Rudini və Mirkan bəyi buraya dəvət edeyim. Bunlara balabilgə nişanlarını və sertifikatlarını hərəmiz birinə təqdim eləyinlə onların ta həyatına kiçik toxunuş edəyək. Qara qız avulumğa kelgende, kürtüldegen qar yerge tüskende, domburamda alarmın, yürek sazın şalarmın, qaygırğanda eş aytpay. Domburamda alarmın, yürek sazın şalarmın, qaygırğanda eş aytpay.